Əsmər neynirsən? Hə, heç nə, özümdən belə bir oyun fikirləşdim. Burada 5 dənə adlar var. Hə. Çıxardacaqsan. Hə, mən seçəcəm adlardan. O adı sən bilirsənsə, sənə bal gəlir. 5 dənə bal lazımdır. Yəni tanıyıramsa həmin adlardakı adamları, hə? Hə, tanıyırsansa deyəcəksən ki, mən o adı tanıyıram. Yox, bilmirsənsə, deyəcəksən ki, mən o adı bilmirəm. Bildin? Aha, başa düşdüm. Başlayaq. Hə, burada aşağıda yazmısan, hə? Yaxşı, götürək bundan başlayaq. Ülkər. Ülkəri hə tanıyıram. Ülkər adında bizim qohumumuz var. Deməli bir xal gəldi mənə, hə? Bir xal. Yaxşı, sonra bunu götürürəm. Burada yazmısan Ruslan. Ruslana. Mən özüməm Ruslan. Mənəm Ruslan. Sən tanıyırsan bəs Ruslan adında adam? Tanımırsan? Yaz zarafat edəcəm, tanıyıram 2 dənə. 2 dənə. Kimdir? Biri mənəm, o birisi kimdir? O birisi mənim məktəbimdə. Hə, sinif yoldaşındır. Yaxşı. Burada görək nə yazmısan? Furqan. Furqan mən tanımıram. Mənim Furqan adında tanışım yoxdur. Sənin balın gedir. Mənim balım getdi. Deməli ikisini tapmışdım. 2 balım var idi. İndi Birdən bir də Furqanı tanımadım, bir balım getdi. Bir balın qaldı. Yaxşı. Onda görək burada kimdir? Əsmər. Sən Əsmər. Deməli tanıyıram Əsmər. Deməli 2 balım yenə oldu. Qaldı bizdə bir dənəsi. Burada görək nə yazmısan? Mədinə. Mədinə də tanıyıram. Var bizdə qohumumuz var bir dənə Mədinə adında. Sonra nə adı yazmışdın? Məncə Bunu seçdik. qutardı. 3 Deməli dənə balın oldu ki. 3 dənə balım oldu. İndi dostlar da yazsın görək bu adlardan kimləri tanıyırlar. Siz də özünüzdən belə bir şey, oyunlar düzəldin. Hə, oyunlar fikirləşin. Bütün günü telefonlarda gəzməyin. Başqa videolarda görüşərik.